Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Hamıma deyirdi ki, hansı yağdan işlədək, nə tər eləyək, nə yağ işlədək ki, bizə nə məsləhət görərsən, odur budur. İndi mən nə deyəcəm sizə, mən necə eləyirəm. Baxın, zavtrıq eləməyə əgər hələ ki, adam gələk özünün nəfsini sıxa ki, bu palma yağları gətirən, nə bilim, palma yağına, margarinə, slivişni yağ deyən, cəmaatı cahil yerinə qoyanlar azalsın deyə. İlk öncə heç nə olmaz. Zavtrıq üçün balaca bir pakovka heç nə olmaz. Bir dəfə bunu çörəyə yaxıb yemək üçündür. Belə bir yağ ala bilirsiniz. Slivişni yağ. Nəsə yemək pişirəndə görün mən nə istifadə edirəm. Heyvan yağıdır. Heyvan yağı. Sonra bir də ki nədir onun adı? Zeytun yağı. Extra virgin zeytun yağı. Sonra indi mən sizə göstərəcəm heyvan yağından nətər mən pomidor yumurta nədir? Qayğanaq eləyəcəm, nətər alınacaqdır. Bu adi pomidordur. Pomidor nədir? Yumurtadır. Bax bunu görürsünüz. Bunu mən indi eləyəcəm. Bax belə bağlayaq, bunu yığışdıraq. Necə dəqiqə. Yəni durub bir ay, heç nə demirəm, bir ay cəmaat nədir? Nəfsini sıxıb. Nəfsini sıxıb. Adi heyvan yağından yemək pişirmək problem olur. Yoxsa necə? Başa düşənmirəm. Gələk, nə qədər ki, insanlar abidiniyyatsa olub, bir sözünü deməyəcəklər, o qədər də nə atxod var, gətirib idizdirəcəklər. Adicə görürsünüz, mən həmişə nəyə görə Rusiyada çox şey mənə xoş gəlir. Ona görə ki, insanlar görürsünüz, bir dəqiqə Miratorqa qarşı çıxıblar. Ki, biz onun məhsulunu almırıq, istəmirik, odur, budur, bizə xoş gəlmir. Ona görə ki, öz pravalarını atstayət eləyirlər ki, onların o holdingli eləyir. Yəni, o birisi kiçik fermerlərin əlindən heyvanlarını alıb öldürməklərinə görə sadə vətəndaşlar dəstəyə çıxır. Amma bizdə kiçik fermerlərə nəsə kimsə eləyəndə və qıraqdan ucuz əti gətirib cəmaatın üstünə tullayanda, cəmaat hamı o ucuz ətin tərəfini tutur. Bax, görürsünüz, adi heyvan yağıdır. Əriyir, bunu qoyuruq qırağa. Fikir verək, indi görək nətər olacaqdır, baxın. Yəni ona görə nəfsinizi sıxın, heç nə olmaz. Bir ay ərzində rahat oturub, belə heyvan yağından, sonra duru yağlardan, rəfinə olmamış duru yağlardan istifadə eləsəz, heç kimin xəncəlinin daşı tükəsi deyil. Valla tükəsi deyil, billah tükəsi deyil. Zato ən azından nəsə ithal gətirən o, belə deyək, margarinləri, непонятный masla jiravos spiretləri gətirən başa düşəcəkdir ki, cəmaat alifdir, cəmaat razı deyil belə şeyi yeməyə. Biz ta gətirib onu ta cəmaata slivişni, kərə yağı deyib sata bilmirik. Onun üçün cəmaat da bilir ki, bu slivişni yağı deyil. İndi kommentarlarda yazan olur ki, çox adam 5 manata slivişni yağ olmur, nə bilim, belə olmur, elə olmur. Təəssüflər olsun ki, bizim cəmiyyətin çoxsu bilmirlər onu. Yəni, aldanırlar. Azmazdır, qəşək duzladıq. Qəşək uşaqlıqda demişin, cürtdə yumurta. Və görürsünüz, nə bir iyi var, nə heç nə. Zato bilirsən ki, təbii yağdır. Hala. 1 2 Bu da yumurta. Pomidor yumurta nə edir? Rəsmi ürəyən pomidor yumurta istəyir. Bu da bunun qayğanağı. Hala. Qəşək duzladıq. Heç nə olmur. Mən belə qarışdırılmış xoşlayıram. Həmən yağda da pişsin qəşək.
Az da duzlayaq. Yəni dediyim kimi, gördünüz, heç bir böyük, mən sizə dedim nə yağdan işlətmək olar. Çox yox, bircə ay nəfsinizi sıxsaz ki, gedib o palma yağından düzələn, nə bilim, непонятно masla, jiravol spiretlərə pul verməsəz, heyvan yağı alın işlədin, duru yağdan rəfinə olmamış, hər yerdə Azərbaycanda Allah'a şükür o var. Qıtdığı deyil. Ondan sonra da heç nə. Rahat. Bir də görəcəksiniz ki, təmiz slivişli yağ da gəldi. Siz nə görürsünüz? Çünki görürlər ki, yağ gəlir, idxal oldu, gəldi, hə. Bir şey də olan kimi bu şey də xoşuma gəlir. Elə televizorlar, melvizorlar, naxadir Rusun üstünə düşürlər. Bax, Rusiyadan palma yağı gətirirdilər. Rusiyadan palma yağı gətirən kim idi? Sən onu idxal eləyəni denən, şirkəti denən. Sən demə Rusiyadan nə gəlirdi. Bizim də bəzi insanlarımız iz-za neznaniya, ha, Rus bizim düşmənimizdir, ona görə onu bizə o elədi. Rus da demir, get mənim ölkəmdən palma yağı gətir. Palma Bangladeşdən zatdan gəlir, Malayziyadan zatdan, oralardan gəlir. Gətirirlər, hə, Moskvada o qədər bazarlar var ki, bazarlarda belə şey olmasın. Dəyişirlər etiketkanı, srok kodnustunu, gətirib təzdən onu Azərbaycanda satırlar. O qədər görmüşəm ki. O demək deyil ki, görməmişəm. Rus adam hər şeyi açıq demək istəmir ki, sabahları pırpızlar düşəcək adamın üstünə ki, sən bunu görübsən, biz belə eləmirik, biz qəşəngik. Ona görə, dəyərli insanlar, dediyim kimi, şeyliyin, duru yağdan, heyvan yağından istifadə eləyib, rahat hərəkət eləyə bilərsiniz. Öpürəm hamınızı, bağırma basıram, maç-maç, quç-quç.